Sabahın xeyir ata. Mən səhər saat 5-dən oyağam. Mən əskərliyimi Uşetdə keçirmişəm. Özü 40 dərəcə morozda. Hə, lap yaxşı ata. Bax sən nə biləsən? Sən nə biləsən hə? Oturmursan isti yerdə. Mən neynədim? Mən də gəlmişəm. Nə əskərliyə? Nə olsa 40 dərəcə çıxmışam. Dünən yuxuda babamı görmüşəm. Nə gördün bəyəm? Heç nə. Mənə dedi ki, Oyan səni görəndə əsəbləşirəm. Darıxdım lap kişi üçün. Necə çırpırdı məni, necə teliyirdi. Ha, evet. Allah rəhmət eləsin babanı. Dur sən də rədd ol gözümün qabağından, mən də səni görəndə əsəbləşirəm. Mən neynədim? Heyvan oğlu heyvan. Ay abala. Ata nə olub? Ata nə dəxli? Yaxşısan? Gecə saat 2-dir. Hə, heç nə. Yatmısan? Şu səni gör. Buna da düzəldim gərək. Yat. Allah təcil yardımdır. Atam xarab olub. Nə olar? Gəlin aparım onu buradan. Qorxuram mən.